Salam müəllimlər, bugün növbəti ikinci sınavımızın izahını qeyd edəcəm. Sınavımız miqvə sertifikasiyaya hazırlaşan müəllimlər üçün dəstək məqsədi ilə paylaşmışam Telegram kanalımızda. Bu ümumi sınav 2-dir. Eynilə keçən dəfəki sınavımızda ümumi sınav kimidir. O başqa sınav idi, oxuyanlarsa. Bu isə Google Forms'da olan sınavımızdır. Çox vaxt itirmədən başlayaq sualların izahına. Demək, birinci sualımız belədir. Demək, qeyd edilir ki, aşağıda müxtəlif fayl həcmləri verilmişdir. Fayllardan neçəsinin diskdə tutduğu həcmi 10-19 kilobayt aralığında olar. Yəni 10-la 19 arasında yerləşməlidir. İndi baxaq ki, bunlar faylların öz həcmləridir. Bizə də diskdəki həcmi lazımdır. Müəllimlər, diskdəki həcmi necə tapırdıq? Faylın həcmini klasterin həcminə bölürdük və neçə klaster lazımsa kəsr edərik, tamamlayıb ölçüsünə vurduq. Yəni klasterin ölçüsünə vururduq. Onunla da diskdəki olan həcmini tapırdıq. Yəni necə? Biz biri üçün yazım sayız, məsəl üçün birinci 7 kilobayt üçün öz sayızı nəyə bərabərdir? 7 kilobayta bərabərdir. Yəni faylın öz ölçüsü yazaq demək 10 disk sayısı, yəni diskdəki ölçüsü isə nəyə bərabərdir? Demək, tapmaq üçün nə edəcəyik? 7-ni böləcəyik 6-ya, bir tam, deyək ki, nə qədərsə fərq etməz. Yəni kəsir hissəsinin önəmi yoxdur. Biri açdığına görə artıq 2-yə tamamlayacaq. Demək, 2 klaster lazımdır və 6 kilobaytdan nəyə bərabər olmuş olacaq? 12 kilobayt. Baxırıq ki, indi faylın öz həcmi neçə kilobaytdır? 7 kilobayt. Diskdəki həcmi nə qədər oldu? 12 kilobayt. Bizdə də nə soruşur? Deyir ki, demək, müxtəlif fayllar verilmişdi. Faylların neçəsi diskdəki tutduğu həcmi. Bizə diskdəki həcmi lazım olduğuna görə baxırıq ki, 12-də 10-la 19 arasında yerləşir. O zaman demək, bu şərtimizi ödəmiş olacaq. Keçdik ikinciyə. İndi birinci üçün belə yazdıq, artıq qaydanı bildiksə. Demək, 9 üçün yenə də 9-u böləcək 6-ya. Bu da edəcək 1,5, düzdürmü? Demək, bu da biri açdı, 2 klaster. 2 klaster də 6 kilobaytdan nəyə bərabər olmuş olacaq? 12 kilobayta. Yenə bu da 10 ilə 19 arasında yerləşir. Bu da şərtimizi ödədir. Üçüncüyə baxaq. 4096 baytdır. 4096 baytı ən əvvəl keçək kilobaytı bölək 1024-ə, düzdürmü? Olacaq, demək, baytdan kilobayta keçəndə 1024-ə bölünür. 4 kilobayt, düzdürmü? 4 kilobaytdır və 4-ü də 6-ya böləndə 0 tam nə qədərsə önəmli deyil. Bir klasterə tamamlanıb, biri də 6-ya vuranda olur 6 kilobayt. 6 kilobayt baxırıq ki, amma 10 ilə 19 arasında yerləşmir. Demək, bu şərtimizi ödəmədi. Dördüncüyə baxaq, 13 kilobaytdır. 13-ü 6-ya bölürük. 2 tam nə qədərsə 3-ə tamamlayırıq, 6-ya vururuq, 18 kilobayt. 18 kilobayt da 10 ilə 19 arasında yerləşir, şərtimizi ödəyir. Növbəti demək, fayla baxaq. Bu da 5120 baytdır. Yenə baytla verildiyinə görə kilobayta çeviririk. 1024-ə bölürük, edir 5 kilobayt. İndi 5-i də 6-ya böləndə yenə 0 tam nə qədərsə bir tam, demək, bir klasteri tamamlayıb 6 kilobayta vururuq. Klasterin yəni ölçüsünü. Bu da olur 6 kilobayt. 6 kilobayt da yenə 10 ilə 19 arasında yerləşmir. Demək, şərtimizi ödədi 1, 2 və 4. Cavab da olacaq 3. Demək, baxsaq, A variantı doğrudur. İkinci sualımız topologiyaya aiddir. Şin, yəni xətti də deyirlər, şin də. Şin topologiyası ilə bağlı fikirlərdən yanlış olanları seçin. Doğru olanı yox, yanlış olanları seçək. Ümumən şin topologiyasının bir dənə elə belə formal olaraq şəklini çəkmək istəyirəm. Şin topologiyası bu şəkildə idi, düzdürmü? Bu şəkildə ana kabeldir, burada da kompüterlərdir. İndi baxaq sualımıza. Deyir ki, hər hansı kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir. Bizdən yanlış olan fikirləri soruşur, amma bu doğru fikirdir. Çünki məsəl üçün müəllimlər, bax bunun sıradan çıxması bunların heç birinə təsir eləmir.
və yaxud da ki, hər hansı bunun birinin sıradan çıxması şəbəkənin işinə təsir etməyəcək. Bu doğru fikirdir. Ona görə götürə bilmirik. Bizdən yanlış istəyir. Özündən bütün informasiyanı keçirən mərkəzi abunəçi yoxdur. Yəni ulduz topologiyasındakı kimi deyil. Bu da doğrudur. Ona görə də götürmürük. Əsas kabel zədələndikdə şəbəkə öz işini itirmir. Bu yanlış fikirdir. Artıq əsas kabel budur, düzdürmü? Məsəl üçün formal olaraq yenə deyirəm, çəkmişəm. Bu zədələndikdə siqnal ötürülməyəcək, düzdürmü, kompüterlərə? Ona görə də bu yanlış fikirdir. Burada deyir ki, öz işini itirmir, əksinə itirir. Aktiv və passiv olan iki növə ayrılır. Aktiv və passiv olan növə ayrılanlar ulduz topologiyasıdır. Hansı ki, deyirdik, mərkəzdə xab olanda nə edir? Yəni passiv olur, kompüter olduqda isə aktiv olur. Deyir, iki növə ayrılır, yanlışdır. Demək, 3, 4 səhv olmuş olacaq. Üçüncü sualımıza baxaq. Demək, üçüncü sualımız belədir. Deyir ki, qrafik təsvirin rənglənməsində istifadə olunan palitrada 256 rəng çaları vardır. Bu palitradan istifadə edərək oradan yalnız 128 çalar istifadə edilərək rənglənən iki ədəd eyni ölçülü 128-512 pikseldən ibarət qrafik təsvirin ümumi informasiya həcmi neçə kilobaytdır? Və nəticəni bizdən kilobaytla soruşur. Müəllimlər, palitra burada nə qədərdir? 256 rəng çaları. Buradan 128 istifadə olunub, ya 5 istifadə olunub, 10 istifadə olunub. Bunun bizim məsələmizə, yəni belə deyək, aidiyyatı olmayacaq. Yəni palitra R = 128 götürməyəcək. Bu yanlışdır. Aydındırmı? Yəni həcmə təsir edir rəng çaları, yəni ümumi verilən rəng çaları. Ona görə də düsturumuzu yazırıq. V = A vurulsun, B vurulsun N. Bunu 2-nin qüvvəti şəklində yazsaq, buradan 8. Bunu silək buradan. N də bərabərdir 8 bitər. İndi düsturumuza əsasən həcmini tapsaq, eyni zamanda deyir 2 ədəd. Ona görə də 2-ni nəzərə alacaq. 2 vurulsun, 128-i 2 üstündə 7 yazaq, 512-ni 2 üstündə demək 9 yazaq və 8-i də yazaq 2 üstündə 3. Bu bitlə ifadə olunubdur. Bitdən də kilobayta keçəndə birlikçi 2 üstündə 13-ə böləcəyik. İndi baxsaq burada 12, bu onsuz da 2 üstü 13 ifadə edəcək. Bunlarla ixtisar getdi, qaldı 2 üstündə 7, o da bərabərdir 128 kilobayta. Cavabımız da olacaq 128. Sonra üçüncü sualımız artı sınavındakı suala bənzərdir. Demək, cavabları da götürək müəllimlər analiz etmək üçün. Demək müəllimlər, bizə burada deyir ki, elektron cədvəl proqramında əmək haqqının hesablanması düsturu D2 xanasına necə yazılmalıdır ki, həmin düsturu D3, D4, D5, D6 xanalarına köçürdükdə nəticə düzgün hesablansın. Müəllimlər, bu tip məsələlərdə ən birinci düsturu təyin edək. Yəni, nəyi nəyə vururuq? Əsas budur. Bundan sonra artıq davamı rahat olur. İndi baxıram ki, ümumiyyətcə əmək haqqını hesablamaq üçün nə yazacağam? Əmək haqqı. Demək, mən əmək haqqını hesablayanda iş saatımızı bir iş saatının qiymətinə vuracaq. Düzdürmü? Məsəl üçün, deyək ki, burada Leyla Mahmudovun iş saatı 20-dir. Bir iş saatının da qiyməti 30-dur. Demək, 20-ni 30-a vurub ki, 600 alınıbdır. Demək, əmək haqqını hesablayanda nə etdik? İş saatı vurulsun bir iş saatının, qısaca yazacağım, bir iş saatının belə deyək, qiymətinə. Düzdürmü? Demək, biz nə etdik? İş saatını vururuq, bir iş saatının qiymətinə. O zaman yaza bilərik də D2 üçün D2 bərabərdir C2 vurulsun Y2. İndi artıq bu düsturu alandan sonra indi baxırıq, sabitlik işarəsi hansında olmalıdır? Ya Y2-dəmi, yoxsa C2-dəmi? Baxırıq ki, müəllimlər,
Onsuz da bu məsəl üçün Aynur Əhmədova üçün hesablandı 18-30-a vuracaq. Burada digər üçün hesablandı 22-ni, burada 25-i, burada 30-u 30-a vuracaq. Yəni bu iş saatlarının qiyməti 30-a vurulacaq. 30 burada sabitdir, dəyişmir. Əgər 30 burada sabitdirsə, bizə düsturu aşağı sürüşdürürsə, demək Y2 dəyişməməlidir. Onsuz da sütun boyunca sürüşdürdüyümüzə görə sütun dəyişmir. Ona görə də sütunun qarşısına bunu yazmağın əhəmiyyəti yoxdur, dəyişməyəcək. Amma sətir dəyişdiyinə görə ona görə mütləq sətrin qarşısına sabitlik işarəsini yazmalıyıq. C2-də isə yazmırıq. Nəyə görə yazmırıq? Onsuz da burada sütun dəyişməyəcək. Çünki şaquli istiqamətdə düsturu sürüşdürdükdə sütun dəyişmir, sətir dəyişir. İndi burada da baxırıq ki, bu dəyişməli daxı 20-dir, sonra 18 olacaq. Yəni belə deyək də C2 olmalıdır, C3, C4, C5. Bunun qarşısına mən 2-nin qarşısına sabitlik işarəsi yazsam, yəni dollar işarəsini yazsam, o zaman dəyişməyəcək. Demək C2 də olduğu kimi qalır. Doğru variant da olur D variantı. Növbəti suala baxaq. Demək, bu sualda HTML-ə aiddir. Bizdən nəyi soruşur? HTML kod fraqmentinə əsasən doğru fikirləri tapmalıyıq. Müəllimlər, bu doğru fikirləri tapmamışdan əvvəl bir məsələni qeyd eləmişəm. Nizamlanmış, nizamlanmamış, nişanlanmış, nömrələnmiş. Bəzən bu sözlər bir-birinə yaxın olduğuna görə qarışdırıla bilər. Bax, birinci yazıram burada. Nizamlanmamış. Nizamlanmamış. Yəni nişanlanmış. Hansı teqlə ifadə olunur? Ul teqi ilə. Yəni nizamlanmamış, nişanlanmış deməkdir. İkinci yazıram. Nizamlanmış. Nizamlanmış. Nömrələnmiş. Sıralanmış. Yəni nişanlanmamış deyəndə nəyi nəzərdə tuturuq? Yəni nizamlanmamış deyəndə nişanlanmışı nəzərdə tuturuq. Amma nizamlanmış deyəndə, yəni nömrələnmiş, sıralanmış, bu da hansı teqlə ifadə olunur? Ol teqi ilə ifadə olunur. Əgər bu aydındırsa, indi bir-bir baxaq. Baxırıq ki, ol teqinin içərisində birlikdə elementlər bir də ol teqinin içərisində. Birinci şərt oxuyaq. Deyir ki, nizamlanmış. Artıq nizamlanmış deyirsə, yəni ol teqinin içərisində olan nəzərdə tutulur. İlk elementi qalın şriftlə yazılıbdır. Baxıram ki, ilk elementi incə sənətli strongun içərisində yerləşir və strongdur, bolddur, yəni bu hərfidir, düzdürmü? Yəni hərf deməyək, belə deyək də teqdir. Bunların içərisində yazılırsa qalın olacaq. Demək bu doğrudur. Birinci fikir doğrudur, düzdürmü? Sonra ikinci fikrə baxaq. Nişanlanmış. Artıq nişanlanmış deyəndə, yəni ul teqinin içərisində olan nəzərdə tutacaq. İlk elementi kursiv yazılıbdır. Baxırıq ki, ul teqinin içərisində kursiv deyil, u teqi atılıb, u teqi bağlanıbdır. Demək, underline-də altdan xətt çəkəcək. Amma burada yazıb ki, kursivdir. Demək, bu səhvdir. Üçüncüyə baxaq. Nizamlanmış. Nizamlanmış yenə nə deməkdir? Nömrələnmiş. Nizamlanmış siyahının üçüncü elementi kursiv şriftlə yazılıb. Baxıram ki, üçüncü elementidir, ədəbiyyatdır, i teqlərinin arasında yerləşir. Düzdür, bu şərtimizi ödəyir. Demək, 1-3 doğrudur. Bizdən də doğru fikirlər istəyirdi. Dördüncüyə baxaq. Nişanlanmış. Nişanlanmış ul teqinin içərisindədir. 3 elementi var. Nişanlanmışa baxaq. 3 dənə elementi var. Bəstəkar, musiqi, bir də burada istinad var. Düzdürmü? Demək, bizdə nə deyirdi? 3 elementi var. Bu da doğrudur. Onsuz da ikisinin də 3 dənə elementi var. 5-ə baxaq. Nizamlanmış. Nizamlanmış nədir? Yenə nömrələnmiş siyahının sonuncu elementi istinaddır. Ol teqində sonuncu elementi istinaddır. Amma burada istinad deyil, ədəbiyyatdır. Demək, bu fikirdə yanlışdır. 1, 3, 4, 4 doğru olmuş olacaq. Baxırıq, 1, 3, 4 doğru olmuş olacaq C variantı. Sonra məntiq əməllərinə aid belə bir sualımız var. Buna baxaq. Sadələşdiyini bilmiyorum. Demək, müəllimlər, yazaq ifadəni. Buradan davam edəcəm. Bu hissəni silək. Buradan da davam edək. Bərabər yazacağım burada. Demək, müəllimlər,
Bu demorqana görə atılanda ümumiyyətcə bunu inkar edəndə, yəni vurmanı, əmdi inkar edəndə nə olur? Toplama olur. Toplamanı da inkar edəndə nə olur? Vurma olur. İndi baxıram ki, vurmadı, inkar edəndə toplama olacaq. Onların da yerinə, bunun yerinə plus yazacağam. Yəni toplamanın yerinə plus yazacağam. Digərində yerinə, kəsmənin də yerinə vurma. Demək, A inkar burada. Düzdürmü? A inkar. İndi vurmanı inkar edəndə nə olmalıdır? Toplama. B inkar. Üstə gəlinsin, bu onsuz da A inkardır. A inkar. Üstə gəlinsin. Bunu demorqana görə açanda yenə də A inkar. Üstə gəlmədi, demək vurma olacaq. Bu da olacaq B inkar. Düzdürmü? İndi buradan baxaq. Baxıram ki, onsuz da A inkarla A inkarı toplayanda bizə nə verəcək? A inkarı. A inkar üstə gəlinsin B inkar. Demək, üstə gəlinsin, bununla bunu topladı. Bax, bununla bu ikisini topladıq. A inkarla A inkarı toplayanda verdi bizə A inkar. Yerdə nə qaldı? A inkar, üstə gəlsin B inkar. Üstə gəlsin A inkar, vurulsun B inkar. Düzdürmü? İndi baxıram ki, A inkar olduğu kimi qalsın. Bunların içərisində ortaq qrup nədir? B inkarla B inkardır. B inkarı mötərizə xaricinə çıxarsam, burada qalır bir üstə gəlinsin A inkar. Birin üzərinə nə gəlirsə gəlin müəllimlər, fərqi yoxdur, istəyirsiniz çox böyük ifadə olsun. Yenə də 1 vermiş olacaq. Yəni bunun nəticəsi bizdə 1-dir. 1-i də B1-ə vuranda elə nə olmuş olacaq? B1-ə deyirəm. B inkara vuranda B inkar olacaq. Demək A inkar üstə gəlsin B inkar vurulsun 1. Bu da bərabərdir A inkar üstə gəlsin B inkar. Cavab da olacaq C variantı. Sonra bu da təkrarlanmalara aiddir, yəni dövr sayına aiddir. Bunu da yazaq. Buradan elə yaza bilərik. Demək müəllimlər, bizə deyir ki, verilmiş ifadədə təkrarlanmaların sayı 90 olarsa, x-i təyin edin. Biz də təkrarlanmaların sayını necə tapırdıq? 4-dən çıxırdıq, 2-nin üzərinə 1 gəldik. Burada indi x verilibdir, x-dən çıxacaq 7-ni. Yəni, burada da istər cəm olsun, istər hasil olsun, fərqi yoxdur. Bunlar bir-birinə vurulacaq. Yəni, 4 çıxılsın 2, üstə gəlinsin 1. Düzdürmü? Vurulsun 2, çıxılsın 7, üstə gəlinsin 1. Düzdürmü? Bərabərdir 90-a. Demək, buradan 3, 2x minus 6 bərabərdir 90-a, 2x minus 6 bərabərdir 30-a, x də bərabərdir 36-ya. Bizdə də deyil ki, x-i təyin ilə x olmuş olacaq 36. Növbəti sualımıza baxaq. 7 sualı. Bu sual tipindən də yenə də Artinin sınavında var idi. Ona görə bunu da əlavə elədim. Demək, deyir ki, qurulmuş diaqramın aşağıdakı cədvəlin A2-C2 diapazonuna uyğun olması üçün verilmiş elektron cədvəl fraqmentində C1 xanasına hansı tam ədəd yazılmalıdır? Demək, diaqramda da baxırıq ki, 10% var, 60% var, 30% var. Ümumiyyətcə, müəllimlər, faizi, ədədləri ifadə edən faizlər bir-birinə uyğundur. Yəni, 60%-ə uyğun ədəd 60%, 30%-ə uyğun ədəd 30%, 10%-ə uyğun ədəd də 10%-ə uyğun ədəd də, yəni 10%-ə belə deyək də uyğun olmuş olacaq. Yəni, nə demək istəyirəm? Yəni, tutaq ki, 30%-dən 60% arasında neçə dəfə fərq var? 2 dəfə fərq var. Demək, 60%-i ifadə edən ədədlə də 30%-i ifadə edən ədəd arasında 2 dəfə fərq olacaq. Və ya 10-dan 30 arasında 3 dəfə fərq varsa, demək, bu faizlərdə ifadə edən ədədlər arasında 3 dəfə fərq olmuş olacaq. İndi bizdən nəticədə C1-i soruşur. Bura x yazacağam. Bu olsun burada. İndi baxıram ki, birinci bu olacaq A2. Bu olacaq B2. Bu da olacaq C2. Düzdürmü? İndi A2-nin qiymətini tapaq. A2 bərabərdir 2 vurulsun ABS. ABS modulda, elə modulda yazacağam. C1, C1-in nə olduğunu bilmirik. Ona bir x dedik. Çıxılsın A1, 8. Bu belə. Sonra, indi baxıram B2-yə.
B2-yə baxıram. B2-də də burada A1 çıxılsın, C1. Əslində heç B2 müəllimlər hesablamağa belə ehtiyac yoxdur. Nə mənada? Çünki mən nəticədə baxıram ki, A2 ilə C2-ni ifadə edən bu 60%, bu 30%. Bununla birlikdə gedə bilərəm. Bu daha rahat olur. Yəni fərqi yoxdur. Lap B2 ilə C2-ni götürə bilərsiniz, A2 ilə C2-ni götürə bilərsiniz, A2 ilə B2-ni götürə bilərsiniz. Bunun da yəni heç birinin fərqi yoxdur. Lap yazaq. Yenə də yazaq. B2 bərabərdir. Onsuz da bu və qüvvəti bildirəcək. A1 çıxılsın C1. Bu ifadə edəcək nəyi? Demək, A1-dən çıxacaq C1-i, bu da qüvvət olduğuna görə nə olmuş olacaq? Sıfıra bərabər olmuş olacaq. Düzdürmü? Demək, qüvvət üstü sıfıra deyirəm, üzrü sayın. A üstündə sıfır nə deməkdir? 1 deməkdir. 1-ə bərabər olmuş olacaq. Bu belə. İndi C2-yə baxaq. C2 də bərabərdir count A1, C1. İndi burada sual yaranır ki, müəllimə, C1-in axı nə olduğunu bilmirik. Nəticədə onsuz da şərtdə bizə deyir də C1-in xanasına hansı tam ədəd yazılmalıdır. Yəni nə tapacaqsa onsuz da o tam ədəddir. Count da neyniyir? Ədədləri sayır, düzdürmü? Onsuz da burada A1-dən C1-ə 8 var, 2 var. Nəhayətində burada da bir dənə ədəd tapacaq. Onu da sayacaq, olacaq 3. İndi baxıram ki, ya B2 ilə C2-ni yenə dediyim kimi götürə bilərik, ya A2 ilə B2-ni götürə bilərik, ya nə bilim A2 ilə C2-ni götürə bilərik. İndi mən A2 ilə C2-ni götürəcəm, çünki biri digərindən 2 dəfə fərqlənir. Baxıram ki, A2-ni ifadə edən 60%, C2-ni də ifadə edən 30%. Demək, A2-ni ifadə edən ədədlə C2-ni ifadə edən ədəd arasında da 2 dəfə fərq olacaq. Yəni A2 C2-dən 2 dəfə böyük olacaq. Demək C2-ni 2-yə vursam gəlib A2-yə çatar. O zaman belə yaza bilərəm. 2 vurulsun x minus 8 bərabərdir. C2-ni 2-yə vuracam. 2-dən 3-üm 6. Yenə bir daha vurğulayıram müəllimlər. Niyə belə yazdım? Çünki baxın, bu A2 nəyi ifadə edir? Yəni bu 60% ifadə edir. Bu da 30% ifadə edir. Yəni bunun 2 misli, C2-nin 2 misli nəyə bərabər olacaq? A2-yə. Ona görə də 3-ü vurdum 2 bərabər oldu 6. Buradan da demək yazırıq. X minus 8 bərabərdir 6-nı 2-yə böləndə 3 modul tənlikləri həll edəndə bir dəfə x minus 8 bərabərdir 3, bir dəfə də x minus 8 bərabərdir -3. Buradan cavab olacaq x bərabərdir 11-ə, buradan da cavab olacaq x bərabərdir 5-ə. Burada 2 dənə doğru cavab var. 11 də ödəyə bilər, 5 də ödəyə bilər. İndi baxırıq ki, 11 yoxdur, Y variantını götürürük. Amma tam dəqiqinə əgər biz 11-i yazmırıqsa, burada olmalıdır C1 xanasına yazılacaq ən kiçik. Ən kiçik desə 5 və yaxud da şərtdə desəydi ki, ən böyük, indi variantlar içərisində yoxdur. Ola bilər ki, düşərdə ən böyük, ən kiçiyini, o zaman iki cavab da doğru olduğuna görə mütləq şərtdə bildirilməlidir. Bu da oldu demək, nə iyi variantı. Növbəti sualımıza baxaq. Alqoritmə aiddir. Demək, müəllimlər, qeyd edək sualımızı. Demək, müəllimlər, burada nə deyir? Deyir ki, alqoritm blok sxemində A-nın ilkin qiyməti 22-dir. 22-yə bərabər. Dövrün gövdəsinin 7 dəfə icra olunması üçün B-nin ilkin qiyməti ən azı neçə olmalıdır? Müəllimlər, A üçün onsuz da 22-ni veribdir. Rahat olaraq bizə elə dövrün sayını da veribdir. K deyəcəm dövr sayını, o da 7 dəfədir. Demək ki, B-nin üzərinə baxıram, dövrün gövdəsində hər dəfə nə olur? B-ni 2 vahid artırır. Və nəhayətində biz nə zaman yox deyib B-nin qiymətini çap edərək şərt ödənməsə, yəni A böyükdürsə B-dən, demək A kiçik bərabərdir B olsa, şərt ödənmir. Yəni B A-dan kiçik bərabər olsa, dövr şərtini yox deyib dövrdən çıxacaq və B-nin qiyməti çap olunacaq. O zaman dövr sayı da onsuz da bizə əvvəlcədən verilibdir 7 dəfə. Daha biz burada əlavə olaraq dövr sayını tapmırıq. Adətən hər zaman dövr sayını tapılacaq tip məsələlər verilir. İndi baxıram ki, necə yaza bilərək? B-nin üzərinə demək, neçə dəfə dövr sayı məlumdur. 7 dəfə 2 gəlsəm, nə olmalıdır? B böyük bərabər olmalıdır. O zaman yazıram, böyük bərabərdir A-dan, 22-dən, düzdürmü? B üstə gəlsin 14, böyük bərabərdir 22-dən, B də böyük bərabərdir 8-dən. Böyük bərabər olduğuna görə B böyükdür 8 olsaydı 9-dan başlayardım. Amma 8-i aldığına görə, demək, ən kiçik qiymət 8 olmuş olacaq. Bu da onun qısa yolu. Yəni, bir dövrü yoxlamadan belə qısa yaza bilərsiniz A variantı. Sonra 10-cu sualımız Python-a aiddir. Baxaq.
Proqramın icra edilərkən klaviaturadan 26 ədədi daxil edilərsə, ekranda nə çap olunacaq? Demək, müəllimlər, 26 daxil edilir buradan. Int input olduğuna görə 26-nı daxil edirik. N üçün yəni 26, S bərabərdir 0-a. Sonra L int məhz SQRT, yəni kök altından nə etməliyik? 26-dan kök almalıyıq, amma onun da tam hissəsini götürəcəyik. Ümumiyyətcə kök altına 25-dən bilirik ki 5.0 çıxır, düzdürmü? O zaman, yəni float tipində çıxır. O zaman 26-dan da deyək ki, təxminən 5 tam onda 1 çıxır. Bizə də nə lazımdır? Int olduğuna görə 5 götürür. Yəni tam hissəni götürür. Tam hissedə yəni R olacaq 5. Düzdürmü? Sonra deyək ki, for I in range 1-dən R plus 1-ə qədər. Yəni I alır 1-dən hara qədər? 6-ya qədər. I-nin də qiymətləri olur 1, 2, 3, 4, 5. Bilirik ki, axırıncı götürülmür. Və baxsaq ki, forun gövdəsinə deyir N, yəni daxil etdiyin N 26, bu i-lərə bölünürsə, yəni bölünəndə qalıq sıfıra bərabərsə, S-i bir vahid artır. Bunun mənası nədir? Yəni deyir 26-nın bölənlərini say. Burada da N-in qiyməti 26. 26 buradan 1-1-ə bölünəcək, bir də 2-yə bölünəcək. Demək, S-i 2 dəfə bir vahid artıracağım. 0 üstə gəlsin 1, üstə gəlsin 1. Bərabərdir 2-yə. Nəyə görə? Çünki deyir N-in i-yə bölünməsindən alınan qalıq sıfıra bərabərdir. N bizdə 26-dır. Bir dəfə i-də bir-bir yoxlamırıq da ehtiyac yoxdur. Əgər biz bunun mahiyyətini başa düşürüksə ki, bu 26-nın bölənlərini sayacaq. Bir-bir 5 dəfə dövrü yoxlayıb vaxt itirmirik. Baxıram ki, demək, N-i i-yə böləndə 1-ə bölünəcək, qalıq 0 qalacaq. 2-yə bölünəcək, qalıq 0 qalacaq. 3-də, 4-də, 5-də qalıq 0 olmur. Demək, nə edir? Burada 26-nın bölənlərini sayır. S üçün alırıq 2 və bununla da onsa 3-də, 4-də, 5-də ödənmir, dövrdən çıxır. Dövrdən çıxandan sonra sadə dildə desək bizi qarşılayır if. Düzdürmü? N-in qiyməti nəyə bərabərdir? 26-ya və deyir ki, 26 bərabərdir R vurulsun R-ə, yəni R-in kvadratına. R-ə də biz nə almışdıq? 5 almışdıq, düzdürmü? 5-in kvadratı 25-ə. 26 bərabərdir 25-ə. Yox deyirik. Bu ifə yox deyəndə nəyə düşürük? S-ə düşürük. S-ə nə qiymət almışdıq? 2. S də bərabərdir 2 vurulsun 2. Bu da bərabər oldu 4. Demək, cavab da olacaq 4. Növbəti suala baxaq. Demək, növbəti sualımız nədir müəllimlər? Burada da baxırıq ki, deyir 1, 2, 0, 4 rəqəmlərindən istifadə edərək sonu 1 rəqəmi ilə bitən rəqəmləri müxtəlif 4 rəqəmli neçə 4 rəqəmli demək, neçə müxtəlif ədəd yaratmaq olar? Demək, 4 rəqəm yerinə bu xətləri çəkəcək və ya kvadrat çəkin, fərq etməz müəllimlər. Baxırıq ki, bizdə nə deyir? Rəqəmlərimiz hansılardır? 0, 1, 2, bir də 4-dür. Deyir ki, sonu bir rəqəmi ilə bitən, bir buna diqqət edir. Rəqəmləri müxtəlif deyil. Bu müxtəlifdən qarşıdır. Bu nəticədə alınan müxtəlifdir. Bu rəqəmlər müxtəlif. Bu nə deməkdir? Yəni, bir rəqəm bircə dəfə istifadə edilə bilər. Yəni, bizdən də deyir ki, sonu 1 ilə bitən. Demək, mən bura bir dənə 1 yaza bilərəm. Sonuncu rəqəm yerinə, yəni 4-cü rəqəm yerinə 1 yaza bilərəm. O zaman maksimum seçim variantım nədir? 1-dir. Yəni, bir dənə bura yaza bilərəm də, düzdürmü? O da 1. İndi bunu yazandan sonra müəllimlər, onsuz da sıfırı yazıram, sıfır onsuz da önə də yazmaq olmaz, rəqəmləri də müxtəlifdir. Demək, birinci rəqəm yerinə ya mən 2-ni yaza bilərəm, ya da mən 4-ü yaza bilərəm. Neçə dənə seçimim oldu? 2 dənə. Demək, buraya yazacağım 2. Düzdürmü? Bundan sonra indi bizə deyir ki, rəqəmləri müxtəlif, düzdürmü? Deyək ki, məsəl üçün 2-ni yazdıq, 4-ü yazdıq. İndi nəyə diqqət edirik? Baxıram ki, onsuz da bizə deyir ki, sonu bir rəqəmi ilə bitən, düzdürmü? Hə, bir rəqəmi qeyd elədik. Demək, sıfırla deyirsə, sıfırı düzdür, önə yaza bilmirik. Amma ikinci rəqəm yerinə yaza bilərik də, düzdürmü? İkinci rəqəm yerinə yazırıqsa, deyək ki, bax, burada bu seçim variantlarıdır. Birinci rəqəm yerində 2-ni də yaza bilirəm, 4-ü də yaza bilirəm və bunlardan mütləq ki, biri yazılacaq. Biri gedəndən sonra, biri də istifadə etməmişəmsə, əlimdə qalacaq 2 dənə rəqəm. Çünki biri bura istifadə elədim, düzdürmü? Bu 2 4-dən də deyək ki, məsəl üçün 4-dür. Gətirdim, bura yazdım. 1 də istifadə olundu, 4 də istifadə
istifadə olundu. İkinci dəfə yaza bilmirəm, düzdür? Demək geridə nə qalacaq? Ya 0 qalacaq, ya da 2 qalacaq. Deyək ki, burada 0 yazdım. Bura maksimum seçim variantım 2-dir. Deyək ki, burada 0 yazdım. Geridə bir dənə nə qalır? Bir dənə 2 qalır. 2-ni də bura yazsam 1 olacaq. Demək bunları da bir-birinə vururuq. Bunları sadəcə başa düşmək üçün yuxarısına deyirəm ki, bunlardan olsa birini seçməliyik. Demək nə olacaq? 2 vurulsun 2 vurulsun 1 vurulsun 1 olacaq 4. Bu da belə. Sonra demək 12-ci sualımıza baxaq. Deyir ki, xüsusi diod lampa iki fərqli rəngdə işıqlana bilir. Yaşıl, göy. Lampanın sönmüş vəziyyətində nəzərə alsaq, bir lampanın üç müxtəlif vəziyyətdə olduğunu görə bilərik. 250 müxtəlif vəziyyətin kodlaşdırılması üçün ən azı neçə lampa lazımdır? Müəllimlər, biz bunu qeyd edərkən elə bilin ki, bu formal olaraq bir lampadır. Sönmüş vəziyyəti də nəzərə alıram, qara götürürəm. Yaşılı götürək, məsəl üçün bunun yaşıl. Və 3 dənə vəziyyəti sadəcə formal olaraq qanundurmaq istəyirəm. Mahiyyət anlaşılan olsun. Demək, burada da nə deyir? Göy olacaq. Bu da olsun göy. Bax, 3 vəziyyət var müəllimlər. Bu 250-ni düzdür, o üçün qüvvətləri şəklində deyil. Amma mahiyyətini başa düşsək ki, biz bunu niyə belə götürürük? Məsəl üçün, mən bir dənə 3-ü götürürəm. Düzdürmü? O zaman bir dənə lampa götürsəm, 3 dənə vəziyyət var, düzdürmü? 3 dənə, biraz öncə dediyim maksimum seçim variantı. 3 dənə vəziyyət var. Bu 3 dənə vəziyyəti yazanda 250 müxtəlif vəziyyəti kodlaşdıra bilmirəm axı. Demək, bir dənə də 3 dənə götürüləcək. Bir dənə də bu birinci lampa. Bu da ikinci lampa. Bunun da 3 dənə vəziyyəti. 3 sönçüm 9, 250-yə çatmır. Demək, bir dənə də lampa götürməliyik. Bir dənə də lampa götürürəm, 3. 3 üstündə 3, 27. Yenə də bizim şərtimizi ödəmir. Nəhayət, məsəl üçün, 3-cünü, 4-cü lampanı götürürəm. 4-cü lampada bizdə 3 üstü 4-ü verir, 3 üstü 4-də 81-dir. Yəni 250 müxtəlif vəziyyəti kodlaşdıra bilmədim. Növbəti lampanı götürürəm. 1, 2, 3, bu da 4-cü lampa. Yenə bunda da 3 müxtəlif vəziyyət, yəni yaşıl, göy, bir də sönmüş vəziyyət. Yenə də bu da 3 üstündə 5 olur. 3 üstündə 5-də 81-i vuranda demək 3-ə nə qədər edəcək? 243 oldu. Yenə də 250-yə çatmır. Demək, növbəti 6-cı lampanı götürməliyik müəllimlər. Artıq növbəti lampanı götürəndə, 6-cı lampanı götürəndə 3 müxtəlif vəziyyətlə 250 müxtəlif vəziyyəti kodlaşdıra bilir. Yəni 250-ni artıq aşmış olur. Demək, bu da nə olacaq? 3 üstündə 6. Bu da nə ifadə edir? Həqiqətən baxsa 1, 2, 3, 4, 5, 6. Cavab olacaq 6. Düz deyib, bunu üçün, yəni 3 üstə 6 birbaşa da deyə bilərdim. Sadəcə mahiyyətin anlaşılsın deyə bu şəkildə yazdım. Ümid edirəm ki, aydın olar. Sonra növbəti 12-ci sualımıza baxaq. Demək, 12-ci sualımızda Python sualıdır. Bizə nə deyir burada? Deyir ki, klaviaturadan 31 ədədi daxil edilərsə, klaviaturadan bilir ki, sətr tipində olacaq input, amma int olduğuna görə 31 götürür. İndi A-nı buradan tapaq. A bərabərdir. X-in ona bölünməsindən alınan qalığı soruşur. Yəni 31-in ona bölünməsindən alınan qalıq nəyə bərabərdir? 1-ə bərabərdir. Sonra B bərabərdir 31-in ona bölünməsindən alınan tam hissə bu da olacaq 3. Demək, A-nın qiyməti oldu 1, B-nin də qiyməti oldu 3 və deyir ki, 1 kiçikdir 3-dən. Yəni A kiçikdir B-dən. 3-dən deyirik ki, hə. Buna hə deyən kimi, artıq buna hə deyən kimi nə elifə baxırıq, nə də onun elsinə baxırıq. Amma bu sərbəst. Bunu ən axırda icra etməliyik. Hə dediyimizə görə Z bərabərdir. Demək, 1 vurulsun 20. A-nın qiyməti 1 idi. Üstə gəlsin B 3. Bu da olacaq 23. Bunu yazandan sonra bir də baxırıq ki, sərbəst bir şəkildə, yəni bu operator icra olunur. Nə elifin, nə elsin, nə ifin heç birinin gövdəsində deyil, sadə dildə desək. 23-dən də çıxırıq B-nin qiyməti. B-nin qiyməti 3-dür. Bu da bərabər olacaq 20-yə. Və X-i çap etdiyimizə görə X olacaq 20. Növbəti suala baxın. Demək, müəllimlər, bu Word-ə aiddir. Mətn redaktorunun mətn sahəsinə imtahan ifadəsi yazılmış. Biz də yazaq. İmtahan. İmtahan ifadəsi yazılmış. Daha sonra bu ifadə seçilmişdir. Deyək ki, seçilməkdə bu belə bir
düzbucaqlı ilə göstərirəm. Seçilmiş mətnə ardıcıl olaraq bir dəfə Ctrl+B, Ctrl+B veriləndə yəni onu sadəcə qalın şriftə çevriləcək, qalın yazacaq. 3 dəfə Ctrl+C. Mənlər 3 dəfə Ctrl+C verildi, istər 5 dəfə, istər 1 dəfə fərqi yoxdur. Bu imtahan yerində qalacaq. Bu göndəriləcək formal olaraq çəkirəm. Mübadilə belə yazaq. Bu deyək ki, bizim mübadilə buferimizdir. Bu imtahan gələcək bura. Amma özü yerində qalacaq. Çünki Ctrl+C edirəm. Qət etmirəm, yəni kəsmirəm. İmtahan yerində qaldı. Yenidən bunun nüsxəsini, yəni kopyasını göndərdik mübadilə buferinə. Sonra deyir ki, bir dəfə, 3 dəfə Ctrl+C, bir dəfə Ctrl+X. Artıq bir dəfə Ctrl+X olanda buradakı imtahan müəllimlər silinəcək. Yenə də elə mübadilə buferinin sonuncu əməliyyat nədirsə onu göndər. Yəni Ctrl kəsib göndərildiyi imtahan. İmtahan gələcək bura yenə mübadilə buferinə. Amma ki, imtahan burada qalmayacaq. Fərq nə oldu? Əgər biz Ctrl+C ilə mübadilə buferinə göndəririksə, yəni söz özü yerində qalır. Söz olsun, mətn olsun, fərqi yox. Amma qət edib göndəririksə müəllimlər, o zaman mübadilə buferinə gedir, artıq həmin söz yerində qalmır. Yəni kəsərək göndərik mübadilə buferinə. Və deyir 3 dəfə də artıq göndərmişik. Bu hal-hazırda imtahan mübadilə buferindədir. Və 3 dəfə Ctrl+V klaviatura kombinasiyası icra edilmişdir. 3 dəfə demək nə edəcək? Yapışdıracaq. Pas edəcək də, düzdürmü? O zaman imtahan yazacaq. Bir dəfə Ctrl+V nəticəsi, ikinci Ctrl+V-nin nəticəsi. Bu da üçüncü Ctrl+V-nin nəticəsi. Düzdürmü? Demək, 3 dəfə yapışdırmış olacaq. Və deyir ki, bu əməliyyatdan sonra mətnin sahəsində neçə ədəd imtahan sözcüyün? 3 dənə. 3 dəfə yapışdırırsa 3 dənə. 5 desəydi 5-dir. Demək olacaq yerə. 15-ci sualımıza baxaq. Word-ə aid maraqlı suallardan biri də bu sualdır. Bu sualın mütləq cədvəli qurulmalıdır müəllimlər. Yəni belə şifahi etmək olar desəniz, hə, etmək olar. Amma cədvəl qurmaq daha yaxşıdır ki, gözdən nəsə qaçmasın. Demək bunları çəkək, baxaq. Mənlər deyir ki, mətn prosesində aşağıdakı mətn yığılmışdır. Mətni seçil, insert table, convert text to table əmri verilərsə, yəni alınacaq cədvəlin neçə sütunu aşağıdakı cədvəlin sütunları ilə eyni olacaq və ayrıca simvol olaraq ulduzdan istifadə olunubdur. Word-də biz bunu keçirik, yəni mətnin cədvələ çevrilməsi. Müəllimlər, baxsaq ayrıca simvol ulduz. İndi baxıram ki, burada neçə dənə sütununu təyin etmək üçün sayıram. 1, 2, 3, 4, 5. Burada 5. 1, 2, 3, 4, 5. Baxıram digərlərində 1, bu boşluq da olacaq. 2, 3, 4, 5. Hamısı 5 ilə gəlir. Bu da 1, 2, 3, 4, 5. Burada da 1, 2, 3, 4, 5. Demək 5 dənə sütun olacaq. Bunu hardan təyin edək? Ad, yaş, ünvan, fən, qiymət. Hamısını sayın görün hansı ən uzundursa, demək o qədər də sütun olacaq. Burada 5 olduğuna görə elə 5 də götürmüş olacaq. Demək, 5 dənə sütunumuz olacaq. İndi nə demək istədiyimi tətbiqlə daha aydın görəcəksiniz. Çəkək. İndi müəllimlər, burada birinci sütunda nə yazılacaq? Baxıram ad. Adı yazıram. Gəlirəm ulduzu görürəm. Ulduz bizdə nə idi? Burada qeyd olunubdur. Ayrıcı simvol. Ayrıcı simvolu görən kimi keçəcək növbəti xanaya. Demək, yaşı yazıram. Sonra bir dənə ulduzu gördüm. Yenə keçdim növbəti xanaya, ünvanı yazdım. Ünvan. Sonra bir dənə ulduzu gördüm, fən yazdım. Oldu fən. Bir dənə də ulduzu gördüm, gəldi qiymət oldu. Və bu bizim birinci sütunumuz. İndi keçirəm növbətiyə. Demək, baxıram ki, Rasim. Bura nə yazacaq? Rasim. Rasim yox, baxıram. Demək, burada da demək, nə var? Ayrıcı simvol var. Keçəcək növbəti xanaya 25. Yenə ayrıcı simvolu görürəm, keçirəm növbəti xanaya ağdan. Yenə növbəti demək, ulduzu görürəm, keçirəm növbəti xanaya informatika. Sonra yenə ulduzu görürəm, keçirəm növbəti xanaya 3. Bu da bizim olduğu ikinci sətrimiz. Sonra yenə baxıram ki, lalə. Burada yazıram lalə. Düzdürmü? İndi ayrıcı simvolu görürəm, amma 2 dənə ayrıcı simvolu görürəm. Demək, ayrıcı simvolu görürəm, keçirən növbəti xanaya, amma heç nə yoxdur da. Burada heç nə yazılmıyorsa, boş qoyuram bunu. Bir dənə də ayrıcı simvolu gördüyümə görə keçirəm, buradan Bakını yazıram. Bakını yazıram. Sonra Bakıdan sonra bir dənə də ulduz görürəm, ayrıcı simvolu. Bu olur metodika.
metodika və bir dənə də ayrıcı simvol görürəm. Bu da olur 5. Sonra keçirik növbəti sətrə. Baxıram ki, burada yenə müəllimlər Aytən gəlir. Bunu burada yazıram. Aytən 4-cü sətirdə. Sonra ayrıcı simvolu görürəm 19-u yazıram. Yenə ayrıcı simvolunu görürəm Şuşanı yazıram. Sonra yenə ayrıcı simvolu görürəm Məntiqi yazıram. Məntiq. Sonra ayrıcı simvol görürəm yenə 4-ü yazıram. Bunu da qeyd edəndən sonra qaldı ən axırıncımız. Yenə bura yazıram Seyid, düzdürmü? Ayrıcı simvolu görürəm 23-ü yazıram. Sonra ayrıcı simvolu görürəm Aksunu yazıram. Yenə ayrıcı simvolu görürəm. Yenə 2 dənə ayrıcı simvol görürəm. Keçirəm növbətiyə. Burada heç nə yazmıram. Keçirəm 5-i yazıram. Bir dənə də ayrıcı simvol görürəm. Keçdik 5-i yaz. Demək bizim belə bir cədvəlimiz alınır. İndi baxsaq burada, baxıram ki, burada addır, Rasimdir, Aytəndir. Burada addır, Rasimdir, Lalə gəlir. Demək bunu götürə bilməyəcəm. Bu uyğun olmaz buradan. Bu uyğun olmaz. Sonra yaş 25, boşxana 19, 23. Yaş 25, boşxana 19, 23. Bunu plus yazıram. Bundan üst-üstə düşəcək. Sonra növbətiyə baxıram. Baxıram ünvan, Ağdam. Burada Ağdam gəlir, burada amma Bakı gəlir. Yerlər dəyişikdir. Demək bunu da yazmayacağam. Bu da getdi. Düzdürmü? Sonra növbətiyə baxırıq. Fəndi, demək, sonra gəlir informatika, metodika, məntiq. Amma burada məntiq metodikadır. Demək, bunu da götürməyəcək. Hələ ki, bir dənəsini tapmışıq. Digərinə baxaq. Qiymətdir 3, 5, 4, 5. 3, 5, demək 3, 5, 4, 5, 3, 5, 4, 5 qiymət bu uyğun gəlir. Demək 2 dənə üst-üstə düşmüş sütun olmuş olacaq. Biri yaş sütunu, biri qiymət sütunu. Cavab da olacaq 2. Sonra növbətiyə baxaq. Bu Python sualımızdır. Demək, mənimlə. Burada baxırıq ki, sətr daxil edildi və i götürəcək bu sətirlərin bir-bir demək, simvollarını. Və nə zaman i t-yə bərabər olanda birik edəcək, yəni dövrü qıracaq, dövrü kəsəcək, belə deyək. Amma olmadığı təqdirdə i-ləri çap edəcək, üstə yan-yana, çünki end verilibdir. Baxın, yəni i götürəcək nəyi? Birinci müraciət edir n sətrinə, düzdür, sadə dildə desə. Birinci götürəcək i s hərfini, düzdürmü? S simvolunu deyək. Deyəcək ki, s simvolu bərabərdir t-yə. Yox deyirəm. Yox dediyimə görə 1-2 görmürəm. İflə eyni hizada, yəni eyni istiqamətdə print var. İni çap edəcək. Yəni s-i çap edəcək. Və ondan sonra yenidən i gəlib götürəcək 10. Düzdürmü? 10-u götürəcək və yenə deyəcək ki, o bərabərdir t-yə. Yenə yox deyəcək. Yenə 1-2 görməyəcək. Print i. İni çap edəcək. İsə yan-yana çap edəcək. Çünki burada end var. End olmasaydı alt-alta çap edərdi. Demək, onu çap edəcək. Sonra növbəti götürəcək f-nı. i götürəcək f simvolunu. Düzdürmü? Və yenidən yenə şərti yoxlayır. F bərabərdir t-yə. Dedik ki, yox. Yenə yox dediyimizə görə 1-2 görmürük, yəni dövrü qırmır. Yenə də i çap olunur. Demək, burada f çap olunmuş olacaq. Sonra müəllimlər, növbəti i götürəcək hansı qiymətini? T qiymətini götürəcək, yəni t-ni götürəcək və deyəcək ki, t bərabərdir t-yə. P bərabər t, bu dəfə hə deyəcək. Hə deyəndən sonra artıq ifin gövdəsini görüb. Birik, yəni dövrü qırıb çıxacaq. Dövrü qırandan da sonra ən sonunda nəticəmiz sof olmuş olacaq. Yəni də dövrü qırandan sonra gəlib t-ni çap etməyəcək. Artıq dövrdə qırmaq, yəni dövrdən çıxıb. Cavab olacaq sof B variantı. Sonra növbəti sualımıza baxın. Mən hər zaman deyirəm müəllimlər, bu ümumiyyətcə Python proqramlarını birinci nəzər yetirib oxumaq lazımdır. Bəzən oxuyanda heç dövr sayını yoxlamağa belə, mürəkkəb yolları getməyə belə ehtiyac olmur. İndi bax, belə bir proqram verilibsə, bizə bir iki dənə demək, siyah verilibdir. A siyahısı, B siyahısı, B siyahısı boş siyahıdır. For in range, yəni deyir indekslə bunu. Bu for in range o deməkdir ki, siyahını indeksləyirik. Len A-ya. Yəni, i alacaq hardan hara qədər? İndeks, gəlin buradan yazaq. I alacaq, demək, len A-ya qədər. A-nı deyirsə 1, 2, 3, 4, 5. Yəni, 5 olacaq. Bu da nə deməkdir? I alacaq 0-ı, 1-i, 2-ni, 3-ü, 4-ü.
Yəni indeksləyirik 0, 1, 2, 3, 4. Və baxsaq müəllimlər, əslində baxanda heç dövrləri yoxlamağa belə ehtiyac yoxdur. Niyə? Deyir ki, hansı indeksli element cütdürsə, onu stringə çevir. Sonra B siyahısına append, B siyahısına əlavə elə. Sonra da onu join metodu ilə nə ilə birləşdir. Demək ki, mən də baxıram ki, bu şərtimizi ödəyən hansı olacaq? 1, 12 olacaq, çünki cütdür. Hansı ədədin 2 bölünməsinə alınan qalb 0-a bərabərdir? Bir də 18. Demək, bunu əlavə edəcək, amma hansı şəkildə? Stringə çevirərək. Stringə çevirək, çünki join ancaq string tipləri birləşdirə bilər də. Stringə çevirərək, yəni bu 12 idi, olacaq dırnaqda 12, sadə dildə desək. Bir də 18-i götürəcək, düzdürmü? Bunu da stringə çevirəcək, olacaq 1, 8. Düzdürmü? Və deyir ki, nəticədə sonra bunları nəyə et? Birləşdir. Join ilə birləşdirəncə, join bilirik ki, siyahını sətrə çevirəcək. 1, 2, 1, 8 olacaq və C-nin də qiymətini çap edəcək. Cavab olacaq 1, 2, 1, 8. Y variantı. Növbəti sualımıza baxaq. Burada nə deyim? Demək, 25-ci səhvəlik sənədin cari səhvəsinə find and replace dialoq pəncərəsində go to keçid sahəsinə plus 12 yazısı 25-ci səhvəyə keçidi təmin edir. Cari səhvəni tap. Demək, müəllimlər, cari səhvəmizə bir x deyək. Üzərinə 12 gələndə hansı səhvəyə keçibdir? 25-ci səhvəyə keçibdir. X-i də buradan tapıram 13. Baxıram ki, 13 cavabı yoxdur. 13 yoxdursa, demək 13 və 13-dən böyük olan ədədlər ödənəcək. Düzdürmü? Demək 11 ödənməyəcək. 13-dən kiçikdir. 12-də, 5-də, 10-da 15 ola bilər. Yəni həqiqətən də 15-ci səhvənin üzərinə əgər 25 səhvəlik sənəddirsə, ən sonuncu səhvə 25-dir. 13-ün üzərinə də, 15-in də, deyək ki, 16-nın, 17-nin və s. üzərinə yenə də 12 gəlsək, bizi 25-ci səhvəyə aparacaq. Cavab da olacaq Y variantı. Yəni, əsas odur ki, 13-dən kiçik olmasın. Sonra, demək, 18-ə baxdıq. Excel 2010 regressiya modelinin çizgisi, qrafiki necə adlanır? Trend adlanır. Cavab olacaq B variantı. Bu bizim dərslikdə də var. Sonra növbəti suala baxaq. Deyir ki, doğru olmayan fikri müəyyən edin. Süzgəc cədvəldən yazıların az-çoxluqlarını seçmək üçün tətbiq edilən şərtlər toplusu tamamilə doğrudur. Cədvəlin yazılarının hər hansı əlamətə görə nizamlanması çeşidlənmə adlanır. Bu da doğrudur. Verilənlər bazasının idarəetmə sistemi informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı faildir. Bu, verilənlər bazasının tərifidir. Verilənlər bazasının idarəetmə sisteminə aid deyilməlidir. Ona görə də C variantı yanlış olmuş olacaq. D-yə baxaq. Əsas açar cədvəlin yazılarının tamamilə üst-üstə düşməməsinin qarşısını alır. Bəli, təkrarlanmanın qarşısını alır. Forma akses proqramında elektron blankdır və daxil etmə prosesində səhv ehtimalını azaldır. Bu da orta məktəb dərsliyində verilibdir. Bu da tamamilə doğrudur. C variantı əgər verilənlər bazası yazsaydı o doğrudur. Amma VBIS-lərə aid deyil. C variantı yanlış olmuş olacaq. Sonra PowerPoint 2010 proqramında slide obyektinə animasiya effekti verilmişdi. Bu animasiyanın başlaması üçün aşağıdakılardan hansılar seçilə bilər? PowerPoint dərsliyimizi əhatə elədiyinə görə, ona görə də belə bir sual hər ehtimala qarşı əlavə elədim müəllimlər. Demək, burada baxsaq, on klikdir, indi tətbiqlə də göstərəcəm. With preview'dur, bir də after preview'dur. Məsəl üçün, PowerPoint-də açaq hər hansı bir, deyək ki, bir obyekt əlavə edək. Obyekti əlavə elədim. Bir dənə buna demək animasiya verək. Deyək ki, belə bir animasiya verdik. Baxın, burada gəlirik. Baxırıq, on click with preview, bir də after preview. Demək, on click with preview, after preview bizim doğru cavabımız olmuş olacaq. 2, 4, 6. Sonra 22-ci sualımıza baxaq. Demək, 22-ci sualımızda şərt necədir? Deyir ki, cədvəldə demək, cədvəldə axtarış serverinə verilmiş sorğular və müvafiq axtarış nəticəsinə internetdə tapılmış səhvələrin sayı verilmişdir və nəticədə deyir, cədvəl sorğusu üzrə neçə veb səhvə tapılar.
Bizdən bunu soruşur. İndi baxaq görək. Burada bir dənə sıfır görürük. Şəkillə mətn demək kəsişməyəcək. Bunları bir dənə diaqramla qeyd edək. Şəkillə mətn kəsişməyəcəksə buna şəkil yazaq. Bura cədvəl yazaq. Burada mətn yazaq. Mətn olmuş olacaq. Demək, baxsaq, cədvəllə şəklin kəsişməsi 10. Demək, bura 10 yazacaq. Sonra cədvəllə mətnin kəsişməsi 30. Burada 30 yazacaq. Şəkil özü nə qədərdir? 35-dir. Demək, bura 25 düşəcək. Sonra mətn özü nə qədərdir? 48-dir. Bura 30-dur. Demək, bura 18 düşəcək. Burada bir x yazaq. Və bizdən cədvəli, ümumi cədvəli soruşur. Və birləşmədə baxırıq ki, bunlar bu xətt birləşməni ifadə edir. 83-ə bərabərdir. Demək, 25 üstə gəlsin 10, üstə gəlsin x, üstə gəlsin 30. Bəli, doğru getdim. Bir dəqiqə. 25, 10, 200, 30, 18 bərabərdir 83-ə. Buradan da baxsaq, bunları cəmliyib çıxanda nə qədər edəcək? X bərabərdir 0 olacaq və bizə nə soruşur? Cədvəl sorğusu üzrə neçə səhvə tapılar? Demək, 10 üstə gəlsin 30, 40 olmuş olacaq. Cavab olacaq 40. Növbəti sualımıza baxaq. Uyğunluğu müəyyən edin. Demək, bizə verilibdir hansılar? RAM, SMOS, bir də BIOS. Bir kompüter işə salınarkən vacib qurğuların yoxlanmasını həyata keçirilir. BIOS vasitəsilə, post prosedur vasitəsilə qurğular nə edilir? Yoxlanılır. Ondan sonra əməliyyat sistemi xarici yaddaşdan əməli yaddaşa köçürülmüş olur. Yəni yüklənmiş olur daha doğrusu. Demək, bu aid olacaq A. A aid olacaq BIOS-a. Yəni 3-ə aid olacaq. Sonra baxırıq burada verilənləri müvəqqəti saxlamaq üçün istifadə edilir. Müvəqqəti saxlamaq üçün istifadə olunur RAM-dan. Demək, bu olacaq B. Yəni, məsəl üçün, Word-ı açılıb işləyirik, digər proqramları müvəqqəti olaraq işlədiyimiz vaxtda, cari zamanda RAM-da saxlanılır. Sonra, kompüterin konfiqurasiyasını yadda saxlayır. Kompüterin konfiqurasiyasını yadda saxlayan SMOS-dur. Bu da olacaq C. Zamanı və tarixi yadda saxlayır. Elə bu da SMOS-dur. Buna D uyğun olacaq. Əməliyyat sistemini xarici yaddaş qurğusuna, əməli yaddaş qurğusuna yükləyir. Elə biraz öncə bu cümləni qeyd elədik. Bu da olacaq Y. Demək, 1-ə B, 2-yə C, D, 3-ə də A, Y. Baxaq, belə bir variant B ilə olan. Burada C, D idi. Burada C, D, A, Y, D variantı olmuş olacaq. 24-cü sualımıza baxaq. Demək, burada məsələ nədən ibarətdir? Baxırıq ki, bizə belə bir həm def var, həm for var. Demək, müəllimlər, for I in range 0, 4, yəni I alacaq, hardan hara qədər? 0-ı alacaq, 1-i alacaq, 2-ni alacaq, bir də 3 qiymətini alacaq. Demək, bizə də bir siyah verir. Ümumi baxsaq, görək burada nəticə nə çıxır? Demək, 2 indeksli elementi götürür, bir özünü və özündən sonra gələni müqayisə edir. Əgər birinci indeksli element ikincidən böyük olarsa A-nı çap edəcək, əks halda B-ni çap edəcək. İndi yazaq. Yəni, bunu şifahi də yazmaq olar, amma 4 dövr olduğuna görə elə yaza bilərik. Uzun dövr olsaydı qısa gedərdik. 4 az dövrdür. Demək, i-nin 0 qiymətini götürək və bunu indeksləyək. Siyahımızı yenidən buradan yazım. 13, 3, 23, 42, bir də 5. Düzdür, indeksləyək. 0, 1, 2, 3, 4. İndi baxaq. I-nin 0 qiymətində, demək, S bərabərdir. S-in üzərinə, yəni S-in də qiyməti 1. Düzdürmü? 1-in üzərinə gələcək F, demək, A 0-cı indeks elementi i-nin, yəni A, i hansıdır? 0-cı indeksli elementdir. Yəni, i-nin çünki qiyməti 0-dır. i-lərin yerinə 0 yazacaq. Yəni, olacaq A 0-cı indeksli elementi 13. Üzərinə də 1 gələndə nə olacaq? Birinci indeksli element. Bu da olacaq burada 3-dür. 3.
Demek biz birin üzerine gəlirik F13 3'ü. Ama F13 3'ün qiymətini bilmirik. O zaman gedirik F13 3'ü tapmağa. Sadə dildə qeyd etsək 13 3'ü. Düzdürmü? O zaman faktiki parametrlər formal parametri əvəzləyəcək. Yəni B-nin qiyməti olacaq 13, A-nın qiyməti olacaq 3 və şərti yoxlayırıq. 13 böyükdür 3-dən, deyirik ki, hə. O zaman deyir return A, A-nın qiymətini qaytar. Yəni biz F13 3 3'ü müraciət etmişdik, bizə 3'ü qaytarmış olacaq. Demək bunun yerinə gətirib 3 yaza bilərik. İndi bunu silim. Sadəcə bir addımı belə yazdım ki, aydın olsun. Bu oldu 3. Düzdürmü? İndi yenidən i alacaq. Bunu da buradan yazalım. Demək, i alanda növbəti qiymətini, bu cəmi sonda hesablayarıq. Laf hesablaya da bilərik, burada fərq etməz. Bir qiymətini yenə s-in üzərinə, yəni s bərabərdir, 4-ün üzərinə gəlirik. Nəyi? Demək, f yenə birinci indeksli element və özündən sonra gələn indeksli element. Birinci indeksli elementimiz 3'dür, özündən sonra gələn indeksli element isə 23'dür. Yenə f3 23 üçün yeni funksiyaya müraciət edirik. Demək, B-nin qiyməti olur 3, A-nın qiyməti olur 23. Yenə müqayisə edirik. 3 böyükdür 23'dən. 3 böyükdür 23'dən yox deyirik. B-nin qiyməti 3 idi, A-nın qiyməti 23'dür. Yox deyəndə artıq bu return A-nın yox, if-lə eyni istiqamətdə olur. Bu return B-ni bizə qaytarmış olacaq. B-nin qiyməti də 3'dür. Demək, bunun üzərinə bunun yerinə yazacaq. 3 yaza bilərik. 3 də yazsaq 4 üstəgəlsin 3 bərabər olacaq 7-yə. Düzdürmü? i-nin 0, 1 qiymətini yazdıq. İndi i-nin 2 qiymətini yazaq. 2 qiyməti üçün buna ehtiyac olmaz. i-nin 2 qiyməti üçün yenə ikinci indeksli elementlə üçüncü indeksli elementi götürəcək. Yəni 7 üstə gəlinsin f. İkinci indeksli elementimiz 23. Üçüncü indeksli elementimiz də olacaq 42. Yenə f 23, 42 üçün funksiyaya müraciət edirik. A-nın qiyməti, daha doğrusu B-nin qiyməti bərabər olur 23'ə. A-nın qiyməti bərabər olur 42'yə. Yenə yoxlayırıq. 23 böyükdür 42'dən. Yox deyirik. Şərt ödənmədi. O zaman return B, qaytar B-ni. B-nin də qiyməti nə olmuş olacaq? B-nin də qiyməti olacaq 23. Yəni bu funksiyada qaytarır 23'ü gətirib yerinə qiymətini yazırıq. 7 üstə gəlsin 23. Bu da bərabər olur 30. Növbəti artıq axırıncı qiymətində i-nin 0 qiymətini, 1 qiymətini, 2 qiymətini yoxladıq. I-nin 3 qiyməti üçün yenidən yazırıq. S bərabərdir 30 üstə gəlsin f. Yenə 3-cü indeksli elementlə 4-cü indeksli element. 3-cü indeksli elementimiz hansıydı? 42, 4-cü indeksli elementimiz 5. 42, 5 üçün yenidən funksiyaya müraciət edirik. 42, 5 üçün yenə faktiki parametrlər formal parametri əvəzləyəcək. B olacaq demək 42, A da olacaq 5. Yenə deyirik ki 42 böyükdür 5'dən. Hə deyirik. O zaman deyirik return A, A-nın qiymətini qaytar. Yəni bunun üçün də 5'i qaytarmış olacaq. O zaman yazır 30 üstə gəlsin 5 bərabərdir 35'ə. Və dövr sayı bitəndən sonra S-in qiymətini çap edəcək. Cavab da olacaq 35. Növbəti suala baxaq. Məntiq əməlinə aiddir. Demək müəllimlər, burada da davam eləsəydi, burada davam edəcəm. A inkar üzərinə bu demək, onun yerinə, yəni birləşmənin yerinə nə yazacaq? Plus yazacaq. Kəsişmənin də yerinə vurma yazacaq. Demək, A inkar üstə gəlinsin. Burada B-dir. B. Sonra vurulsun. A inkar. A inkar üstə gəlinsin. B vurulsun. Demək, burada B vurulsun. Bunu da Demorgan'a göre açanda B inkar. Onsuz vurmadı mötərizəyə ehtiyac yoxdur. Demək toplama olsaydı mötərizədə yazardıq. A inkar. Bu şəkildə olmuş olacaq. Yəni A inkar üstə gəlinsin. B vurulsun A inkar. Üstə gəlinsin B vurulsun B inkar vurulsun A inkar. Burada baxan kimi müəllimlər, bax bu ifadənin sıfıra bərabər olduğunu bilirik. Nəyə görə? Çünki B inkara vuranda 0 olur. 0'ı da istənilən bir ədədə vuranda, ifadəyə vuranda fərqi yoxdur. Bunu sıfıra çevir. Demək, bunun qiyməti oldu 0. Yerdə nə qaldı? A inkar, üstə gəlsin, B vurulsun, A inkar. Gör nə qədər tez sadələşdi. A inkarı mötərizə xaricinə çıxarsaq, B üstə gəlsin 1. Biraz öncə dedim ki, 1'in üzərinə nə gəlirsə gəlin, nəticədə 1 olacaq.
A inkarı da 1'e vuranda olacaq A inkar. Cavab da olacaq A inkar D variantı. Sonra növbəti sualımıza baxaq. Qraf informasiya modelinə aiddir. Demək, müəllimlər, burada deyir ki, şəkildə verilmiş qraf modelinə əsasən qonşuluq matrisi qurularsa, bu matrisdəki sıfırların sayı neçə bərabər olar? Əslində müəllimlər, bunu cədvəl qrup yazmaq da olar, amma bu biraz yorucu yoldur. Həmişə imtahanda bizə rahat, praktik yollar lazımdır, düzdürmü? Yəni bunu rahat yolla yazaq. Yenə deyirəm, cədvəl quraraq da yaza bilərsiniz, heç bir səhvi yox. Amma mən bunu yazacağım daha qısa yolla. Baxıram ki, birinci neçə bir matris olacaq. Təpələri saysaq neçə dənə təpə var? 1, 2, 3, 4, 5, 6, 7. 7 təpə. Yəni enə bir matris olacaq. 7-nin 7-yə bir matris olacaq. Burada olacaq 49. Düzdürmü? İndi bizdən nəyi soruşur? Deyir, bu matrisdəki sıfırların sayını. Ümumi 49'dur. Biz buradan birlərin sayını tapıb, çıxsaq yerdə qalar sıfırların sayı. O zaman baxıram, yazıram A-nı, B-ni, C-ni, D-ni, sonra Y-ni, F-i, bir de G. Və bundan çıxan yollara baxıram. A-dan neçə yol çıxır? Bir dənə yol B-yə, bir dənə yol C-yə. Demək 2 yazacağım. Yuxarısına yazıram. B-dən neçə dənə yol çıxır? Baxıram ki, buradan da 2 dənə yol çıxır. Biri Y-yə, biri D-yə. 2 dənə yol. C-dən neçə yol çıxır? C-yə baxsaq, bir dənə yol B-yə gedir, bir dənə D-yə gedir, bir dənə C-yə gedir, bir dənə də F-ə. 4 dənə yol. Sonra D-yə baxsaq, D-dən neçə yol çıxır? Çıxanlara baxırıq. Ona daxil olan yollara yox. Y-yə gedir, C-yə gedir. Buradan da 2 dənə yol. Sonra demək, Y-yə baxsaq, Y-dən neçə yol çıxır? Bircə dənə yol G-yə gedir. Buna da 1 yazacaq. F-ə baxsaq, F-dən də bir dənə yol çıxır, o da G-yə gedir. 1, G-dən də heç bir yol çıxmır, bütün yollar G-yə gəlir. Demək, bunları toplayacağım. 2 üstə gəlsin, 2 üstə gəlsin, 4, 2, plus 1, plus 1. Bu da nəyə bərabər olmuş olacaq? Demək, 2, 4, 8, 12, 12. Demək, 2, 4, 10, 12. Neçə dənə idi? Ümumi 49 idi o. Demək, 12 dənə də 1 olacaq. 12-ni də çıxdı. Burada neçə oldu? 37. Bu olacaq 37. Amma cədvəl quralaraq da yaza bilərsiniz. Onu o vaxt aparam. Növbəti sualımıza baxaq. Demək, bizə deyir ki, kiçik Y hərfinin 8'lik kodu neçədir? Yəni, baxırıq ki, burada böyüklər verilibdir. Əgər böyüklə kiçik arasında bilirik ki, 32 vahid fərq var, düzdür müəllimlər? Məsəl üçün, A-nın kodu 65 isə böyük A-nın, kiçik A-nın kodu nə olmuş olacaq? 65'in üzərinə gələcəyi 32-nin. Bu da olacaq 97. İndi bizdən də kiçik Y olduğuna görə A-nın qiyməti A belə şəkildə gəldi. A, B, C, D, Y. Düzdür, A 97'dir. Demək, B olacaq 98. Bu olacaq 90. C olacaq 99. D olacaq 100. Nəticədə Y də olacaq 101. Bunu bir-bir belə sayın. İndi qısa deyə saydım. Amma addımla da gedə bilərsiniz. 97'dir. 4 dənə də gələcək üzərinə birbaşa yaza bilərsiniz ki, 97 üstə gəlsin. 4 bərabərdir 101. Belə də yazmaq olar. Amma biz bunu tapdıq neyini? Onluq kodunu. Bizdən 8'lik kodu soruşulur. Y-nin onluq kodudur bu. 101. 8'lik kodu dediyinə görə 101'i bölərik 8'ə. Bölək 8'ə təxminən neçə dəfə? 12 dəfə yerləşir. Düzdürmü? 96. Buradan da demək 5 olacaq. Yenidən 12'ni də 8'ə böləndə 1, 8. Burada da neçə olacaq? 4. Demək olacaq tərsini oxusaq 1, 4, 5. Baxaq görək elə bir cavab. 1, 4, 5 Y variantı doğru. 28. sualımıza baxaq. Demək müəllimlər, verilib burada X-in qiyməti 12. Düzdürmü? Y-in qiyməti 17, Z-in də qiyməti 12'yə bərabərdir. Yəni, bura 12, bura 17, burada 12. Düzdürmü? Deyir ki, X fərqlidir Y-dən. X-in qiyməti 12'dir. 12 fərqlidir 17'dən. Hə deyirəm. Hə deyən kimi, bu ifə hə deyən kimi, nə bu elifə baxacaq, nə də bu elsə baxacaq. Bunlar getdi. Demək, sonra baxıram, bunun ifin gövdəsində bir dənə də if var. Deyir ki, X 12 fərqlidir Z-dən, yəni 12'dən. Bunu yox deyirəm. Yox dediyimə görə, bunu çap edə bilmir. Bunu çap edə bilmir, ona görə də heç nə çap etmir. Cavab da olur D var. Heç nə.
Ödənmə daxil şərt 12 12-dən fərqlidir? Yox. Ona görə də ifin gövdəsindəki əməliyyat, yəni print yerinə yetirilməyəcək. Cavab da olacaq heç nə. Bəs elifə, elsə niyə baxmadı? Çünki ifə hə demişdi də, elifə, elsə baxmadı. Sonra və Python proqramlaşdırma dilinə aiddir. Demək, bizdən proqramın təyinatı soruşulur. Müəllimlər, baxsaq yenə, baxaq bizə bir siyahı verilibdir. Yenə for in range, len, ayna, yəni ilə bunları indeksləyirik və deyir ki, yenə hansı indeksli element cütdürsə, çünki bu nəyi əlamə, yəni əlamətidir, cütlük şərtidir də. Cütdürsə, çap, əslində heç burada çapa ehtiyac yoxdur. İndi çap burada verilib, eybi yox. Həmin cüt indeksli elementi əvəzlər siyahının ən böyük indeksli elementi ilə. Yəni bu nə deməkdir? Baxıram ki, hansılar cütdür? 22 cütdür burada. Sonra onsuz da 212 cütdür. Buranın da bu siyahında ən maksimum elementi hansıdır? Maksimum elementi 212-dir. Baxıram ki, bir 14-dür, bir də 16-dır. Demək, bu 22 yerinə 212 yazılacaq. Bu 14-ün yerinə 212 yazılacaq. Baxın, heç dövr sayına girmədim. Uzun, məsəl üçün, dövr etsək, neçə olacaq? 0, 1, 2, 3, 4, 5, 6, 7. Düz 8 dəfə dövr etmək lazım olacaq. Ehtiyac yoxdur bu qədər dövr sayına. Vaxt itkisidir. Baxsaq proqramın yenidən bir daha vurğuluram. Hər dəfə götürəcəksiniz A0-cı, A1-ci, A2-ci və nəhayət 7-ci indeksli element 0, 1, 2, 3, 4, 5, 6, 7 və bunları bir-bir yoxlayacaq. Hansılar cütdürsə, həmin cüt indeksli elementə mənimsədəcək nəyi? Siyahının ən böyük indeksli elementini, yəni 212-ni. İndi siyahın uzunluğunu müəyyən edir. Uzunluq müəyyən etmiş. Siyahıda qiyməti ən böyük o elementi çap edir. Ümumiyyətcə elementi çap etmir. Siyahının yenidən özünü çap edir. Siyahıda indeksi element çap etmir. Burada da siyahıda qiyməti cüt olan elementləri siyahının qiymətcə ən böyük elementini dəyişdirməklə çap edir. 4 tamamilə doğrudur. Çünki burada hər dəfə gəlir cütü gördükcə maksimumu ona mənimsədir. O zaman da siyahı dəyişir. Sonra 30 sualımıza baxaq. Demək, burada nə deyir? Deyir ki, onluq say sistemində verilmiş 32 üstündə 33 ədədini 8-ci say sisteminə çevirdikdə neçə sıfırdan ibarət ədəd alınır? Yəni, demək, müəllimlər, bu 32 üstündə 33-dür, düzdürmü? Bunu yazaraq 2 üstündə 5, bunu da yazaraq 33. Demək, 33-ü 5-ə vuranda nə qədər edəcək? 165. Demək, 2 üstündə 165. Biz də bunu 8-lik say sisteminə çevirəndə 165-i bölərik nəyə? 3-ə, düzdürmü? 165-i də 3-ə böləndə nə qədər edəcək? 55. Bu da ifadə edir sıfırların sayını. Sıfırların sayı. Cavab da olacaq deyirəm. Sadəcə sıfırların sayı soruşulur. Bu demək, verilənlər bazasına aiddir. Baxaq bu məsələni. Demək, müəllimlər, baxsaq, deyir ki, tələbələr adlı verilənlər bazası 3 əlaqələndirilmiş cədvəldən ibarətdir. Müəllim Məmmədova Gülnarənin tələbələri kimdir? Demək, baxıram, şagird, indi burada yaxşı olar ki, şagird tələbə yazıbdır, ev yox. Müəllimin ID-sinə baxıram. Müəllimin burada, baxsaq, ID-si nəyə bərabərdir? Buradan da tapa bilərik, buradan da tapa bilərik. Heç bir fərqi yoxdur. Bizdə Məmmədova Gülnarəni deyir. Məmmədovanı Gülnarənin, demək, baxıram ID-sinə. Məmmədova Gülnarə budur. Düzdür, Məmmədova Gülnarə. ID-si nəyə bərabərdir? 128, 456. İndi gəlirəm, burada baxıram. 128, 456 qarşısında bu ID var. Sonra, baxsaq burada, demək, bir də 128, 456 burada var. Düzdürmü? Bir də burada var. Bu 101, demək, 101, 201-dir. 101, 201-ə baxsaq, bu Samirə Əliyevadır. Demək, Samirə Əliyeva. Düzdürmü? Sonra, buna baxsaq, demək, 159, 824. 159, demək, 824. Bu da olacaq, burada 159, 824 Aytən Muradova.
Düzdürmü? Aytən Muradova. Aytən Muradova. İndi baxaq, başqa var mı burada? 128 ilə bu 125-dir, yox. İki dənə tələbə olmuş oldu. Samira Əliyeva, Aytən Muradova C variantı. Növbəti sualımıza baxaq. Say sistemlərinə aiddir. Həmlə burada bir məntiqi ardıcıllıq var. Baxsaq bunu 1, 2, 4, 8 qaydasından bu nəyi ifadə edir? 10, 13-ü. Demək, burada onsuz da belirtdi. Bu da 15-i ifadə edir. Demək, bu da 14-ü ifadə etməlidir. 14-ü də necə ala bilərik? 1 yazıb da 2, 4, 5. Bir də yazıb da 4, 2, 3. Burada müəllimlər xətaya yol vermişdi. 4-ü 3-ə vurub, üzərinə 2 gəlib 15. Burada da 2-ni 5-ə vurub, daha doğrusu 15 yazdım. 14. Belə 14. Burada da 2'den 5'im 10, 14. İkisinde de 14 alınır. Ama burada bir tane çaşdırıcı məqam var ki, üçlü say sistemində 4 rəqəmi yox. Üçlü say sistemi rəqəmləri hansılardır? 0, 1, 2. Düzdürmü? Demək, bu yazılış şəkli səhvdir. Cavab da olacaq B variantı. Sonra 33-cü sualımıza baxaq. Demək, belə bir intervalda müəllimlər verilmiş intervalda neçə cüt ədəd yerləşir? Birinci bunu tapaq. Demək, 1, 2, 8 kiçikdir. X üstəgəlsin 5, kiçik bərabərdir. 4, 7, 8 say sistemi. Bunu keçək onluğa. Bu neçə edəcək? 10 kiçikdir. X üstəgəlsin 5. Bunda demək, 32, 7 olacaq. Kiçik bərabərdir. 39. Bura diqqət edin. Burada alınır, burada alınır. Kiçik bərabər. Hər tərəfdən 5 çıxsa, yəni açıq yazsaq, 10 çıxılsın 5, x tək olması üçün x də gəlsin 5 çıxılsın 5, kiçik bərabərdir 39 çıxılsın 5. Burada aldıq 5 kiçikdir, bunlar islah olur. X kiçik bərabərdir 34. Demək, bu aralıq belədir. 5, 5-i almır, 34-ü alır. Belə yaza bilərik. Və cütlə yazıramsa 6-dan başladığına görə 6-nı alacaq. 6 kvadrat mütərizə. Bir də 34. Belə də yaza bilər. İndi bizə deyir ki, bu intervalda neçə cüt ədəd var? Müəllimlər, diqqətli olsaq, bu intervalla da yaza bilərik, bununla da fərqi yoxdur. Bunu 6 ilə niyə yazdım? Çünki 10 5 almır, ondan sonra növbəti gələn 6-dır, 6-nı götürürük. 6-dan başlayacaq, bir də 34-ü də alır, 34-ü də ona görə götürdüm. Kiçikdir, 34 olsaydı götürməzdim. Amma kiçik bərabər olduğuna görə götürürəm. O zaman 34-dən çıxırıq 6-nın üzərinə 1 gəlir ki, neçə dənə burada ədəd var. Demək, burada oldu 29. Biz də baxırıq ki, bu cütlə başladığına görə 29 olanda cütlə də başladığına görə demək, bunun 15-i cüt olacaq. 15-i. 14-ü də tək olmuş olacaq. Yəni, bu şəkildə yaza bilərsin. Və yaxud da ki, belə yazaq da, bu onsuz da cütlər 2 vahid arta-arta gedir. 6-dır, 8-dir, sonra 10-dur və s. nəhayətində 34 olacaq, düzdürmü? Yəni, buradan da belə yaza bilərik. 34 çıxılsın 6, sonra 2 vahid arta-arta gedir. Bölərik 2-yə, üzərinə gələrik 1-i. Yəni, 34-dən 6 çıxanda nə qədər edəcək? 28. 28-i bölərik 2-yə, 14, üzərinə 1 gələrik 15. Ya belə yazarsınız, ya da belə yazarsınız. Heç bir fərqi yoxdur. Yenə də cüt ədədləri burada tapmış olacaq. 15 dənə cüt olmuş olacaq. Sonra məsələmizə baxaq. 4-cü sualımız. Bu da artıda belə bir tip məsələlər var idi. Demək. Müəllimlər, baxsaq burada, demək, baxırıq ki, bizə deyir, ilk 100 natural ədədin içərisinə ancaq tək ədədlərin cəmini hesablayan algoritmi qurmaq üçün məntiqi blokdur və dövrün gövdəsində sual işarəsinin yerinə hansı əməliyyatlar yazılacaq? Müəllimlər, ilk 100 natural ədədin içərisinə ancaq tək olanlar deyil. Təklər hardan başlayacaq? 1, üstə gəlsin 3, üstə gəlsin 5, nəhayət, üstə gəlinsin. Ən axırıncı təkimiz olacaq 99. Yəni 99-u alacaq. Və baxıram ki, demək burada 99-u mütləq almalıdır. Və hər dəfədə
Burada artım, yəni hər dəfə cəmin hədləri neçə vahid artır? 2 vahid arta-arta gedir. E-nin qiyməti burada 1-dir. Bu demək nəyi təyin edəcək? Bu cəmin hədlərini təyin edən i-dir də, düzdürmü? Demək bu hər dəfə 2 vahid artırsa, i bərabərdir. I üstəgəlsin 1 olacaq. Daha doğrusu 1 yazır, 2 olacaq. Çünki 2 vahid artıraq 1-dir, 3-dür, sonra 5 olubdur. Bunu təyin edəndən sonra bu nə vaxta qədər? İndi burada əsas nəyə diqqət edir? Bir var S bərabərdir, S üstəgəlsin i bərabərdir, i üstəgəlsin 2. Bir də var ki, belə şəkildə yazın. Bir də var i bərabərdir. I üstə gəlsin 2, S bərabərdir. S üstə gəlsin i. İndi burada i fərqlənəcək. O heç. Çünki biz cəmləsək, məsəl üçün, i-nin qiyməti 1-dir, 3-dən başlayır. Amma bizə tək dediyinə görə 1-dən başlayır. Ona görə də elə bu şəkildə S bərabərdir, S plus i bərabərdir, i plus 2 götürmüş olacaq. İndi əsas nəyə baxırıq bir də? Şərtə baxırıq. Həmişə belə olanda sondan 1-2 addım əvvələ baxın. Deyək ki, məsəl üçün i aldı 97-ni. Düzdürmü? 99-dan əvvəl gələn tək ədəd hansıdır? 97-dir. Məsəl üçün, burada bax, i üstə gəlsin 1-dir. Bu avtomatik çıxır. D də çıxır. Burada da i üstə gəlsin 3-dür. Qalır A ilə B variantı. İndi burada var artıq i üstə gəlsin 2-ni bildikdə hər dəfə 2 vahid artır. Burada bir ədədi silsilə əmələ gəlir. Və i kiçik bərabərdir 100, yoxsa i kiçik bərabərdir, kiçikdir 99. Müəllimlər, biz 97-ni götürsək, 97 2 vahid artacaq, düzdürmü? Deyək ki, cəmlədi, gəldi ən sonda 97 və deyəcək ki, məsəl üçün B variantını götürsəm. 97 kiçikdir 99-dan. Hə deyəcək, cəmin üzərinə nəyə gələcək? 97-ni gələcək və i-ni 2 vahid artıracaq. 97-nin üzərinə 2 gələcək, olacaq 99 və deyəcək ki, 99 qayıdıb şərti yenidən yoxlayanda kiçikdir 99, yox deyib dövrdən çıxacaq. Axı cəmdə 97-yə qədər gəldi, bizə 99 da lazımdır. Ona görə də B variantı ödənməyəcək və gələcək 199 olacaq. Deyəcək 99 kiçik bərabərdir 100-dən. Hə deyəcək. O zaman 99-u cəmə əlavə edəcək. 99 da sonra 2 vahid artıracaq. Olacaq 101. 101 kiçik bərabərdir 100-dən. Yox deyib dövrdən çıxacaq. Və ya bu indi bu şərt verilibdir. Olarmı ki, məsəl üçün i kiçik bərabərdir müəllimə 99 olsaydı variantlarda bu doğru olardı. Çünki 90 olacaq 99. 99 kiçik bərabərdir 99. Bəli, cəmin üzərinə gələcək yenə də i-ni. Yenə də 99-u gələcək. Amma bu variant olmadığına görə, sadəcə kiçikdir 99 olduğuna görə, yəni bu da olsaydı doğru olardı. Bu olsa demək ki, bunu yaza bilməzlər. 2 doğru cavab olmazlar. Yəni bu şərt də doğrudur, bu şərt də doğrudur. Amma bu kiçik 99 doğru olmadığına görə A variantı olmuş olacaq. Sonra bakalım. Klaviaturadan hansı ədəd daxil etmək lazımdır ki, ekrana hə cavabı çıxsın? Demək müəllimlər, baxırıq ki, hə cavabı çıxması üçün bu ədəd 3-ə bölünməlidir. 3-ə bölünməlidir. Və nəyə diqqət edilir? Valin gövdəsi əslində bizə nəyi verir? Ədədin rəqəmlərinin cəmi. Heç proqramı oxusaq yetərlidir. Bu ədədin daxil edəcəyimiz, yəni burada A-ya nə daxil etmişiksə, o ədədin rəqəmləri cəmidir. Rəqəmləri cəmi. Hardan bildik? Hər dəfə qalğı tapır. Qalğı tapmaq ədədin rəqəmlərini tapmaq deməkdir. Burada da S bərabərdir. S üstə gəlsin deyək. Cəmi özündə saxlayan dəyişən. S-dir. Hər dəfə rəqəmləri cəmləyəcək. Rəqəmləri dövr bitəndən sonra rəqəmləri cəmi 3-ə bölünürsə, demək hə çap olunur. Burada nə nəticəyə gəlir? Yəni bu verilmiş variantlar içərisində hansının rəqəmləri cəmi 3-ə bölünürsə, demək bu ədəd 3-ə bölünəcək. Biz də 3-ə bölünmə əlamətini bilirik də. Hansının 4 ilə 5-i topladıq 9, 10, 13-ə bölünür. 1 ilə 2 topladıq 3, 3-ün üzərinə 3 gəlir 6, 6 3-ə bölünür. Hə, demək bu 123 özü 3-ə bölünmüş olacaq. Ona görə də hə, demək, çap olmuş olacaq. 3-ə bölünmə əlaməti riyaziyyatda belədir. Ədədin rəqəmlərinin cəmi 3-ə bölünürsə, ədəd 3-ə bölünür. Bir dənə o qayda ilə bu məsələni həll etmək olur. Heç bir dövrü yoxlamağa və yaxud da ki, bir-bir fikirləşməyə ehtiyac yoxdur. Sonra 36-cı sualımız. 36-cı sualımıza baxaq. Demək, 8 səhvəli sənədin hər səhvəsində 32 sətir və hər sətrində orta hesablı 16 simvol var. Belə bir məsələmizdir. İndi görək burada.
Belə. Sənədin səhifələri 3-dən başlayaraq tək ədədlərlə nömrələnib. Buna diqqət edin, 3-dən başlayır. Eyni zamanda tək ədədlərlə nömrələnir. Sənədin Unicode standartı ilə kodlaşdırıldığını bilərək həcmini baytla hesablayın. Demək, müəllimlər, bizdə 8 səhifəlidir. Bax, deyək ki, bir dənə səhifə budur. Sadəcə formal olaraq çəkiyorum. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu bizim olsun 8 dənə səhifəmizi yazıram yuxarısına. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yuxarıdan yazdığım sadəcə səhifələrin sayı. Amma bunlar nömrələnərkən 3-dən başlayır və tək ədədlər. Demək, 3-dən sonra gələn tək ədəd 5, sonra 7, sonra 9, sonra 11, sonra 13, sonra 15 və nəhayətində 17 olacaq. Çünki 8 dənə səhifədir, 8-ə dayanır. Və deyir ki, sənədin Unicode standartı ilə kodlaşdırıldığını bilərək həcmini baytla hesablayın. Demək, biz səhifə nömrələrində baytla hesablayacağız, Unicode-da nəzərə alarıq. Birinci, biz tapaq ki, 8 səhifədə neçə simvol? 8 səhifə 2 üstündə 3 vurulsun, 32 səhifədə 2 üstündə 5, 16 simvol, bu da olacaq 2 üstündə 4. Baytla da dediyinə görə bu nə qədər edəcək? Demək, 2 üstündə 12, 2 üstündə 12 də demək, 4 vurulsun, yox, necə dəqiqə, nə də səhv etdim. 2 üstündə 10, 2 üstündə 12 ilə götürməliydim də. 4 vurulsun, 1024 olmuş olacaq. Çünki buradan 4-ə vurulub da, necə dəqiqə. Düzdür. Bu olacaq 4096. 4096. İndi, görün burada nərdəsə səhv etmədim. 4096 edəcək. Doğrudur, heç bir səhv yox. Və 2 bayta da vurur. Bir də nəzərimdən qaçan 2 bayt. Biz Unicode-da kodlaşdırmışıq. 2-ni buradan da əlavə edək. Buradan silək o zaman. 2-yə də vuranda bunu. 96-da. Bu olacaq nə qədər? Yoxda belə yazıq 8192. Bu olacaq 8192 bayt. Nəyə görə burada yazım? Bir dənə Unicode-u qeyd etməmişdim. 2 üstü 3 səhvəmiz, 2 üstü 5 sətrimiz, 2 üstü 4 simvolumuz. Unicode-da da dediyimə görə 8192. İndi müəllimlər, 4 dənəsi tək rəqəmdir. 2 baytdan 4-ü vuracaq 2-yə. Neçə olacaq? 8. Düzdürmü? Qalan 4 dənəsi hər birində 2 simvol. Demək, 4 dənə səhvə, hər birində 2 simvol, bu da 2 baytdır. Bu da nə qədər elədi? 16. 8-in də üzərinə gəlirik 16-nı, nəyə bərabərdir? 24 baytdır burada. İndi ümumi hesablasaq 8192 üstə gəlsin 24-ə. Düzdürmü? Bu da edəcək, demək, 8216. Cavabımız da olacaq 8216 bayt. Bu da belə bir məsələmiz. Bu dəqiqə, baxın, xəta etmədik ki, hesabda. 8192-nin üzərindən 24 gəlməliyik. Heç bir xəta yox. A variantı olmuş olacaq. Yəni, burada nəyə diqqət elədik əsas? Tək rəqəmlə başlayır. Eyni zamanda 3-dən başlayır. Yəni, tək deyərək 1-lə də başlaya bilərdik. Amma diqqət edirik ki, 3-dən başlayaraq və 8 səhvədir. Səhvə nömrələrində Unicode-da nəzərə alın. Baytla da dediyinə görə baytla hesablayın. Sonra növbəti sualımıza baxaq. Buradan mütəvahilərine aiddir. Bir cavabı kilobaytla qeyd edin. Cavabı demək kilobaytla qeyd etməli. Olsa bu kilobaytlandır. Bunu yazırıq 256 kilobayt. 2 megabaytı kilobayta çevirəndə 2-ni vuracaq 1024-ə. 2 vurulsun 1024 kilobayt. 4096 baytı da nəyə böləcək? 1024-ə böləcək. Elə burada bölək 4096-nı baytdan kilobayta keçəndə 1024-ə böləcək. Bu da olacaq 4 kilobayt. Demək, bunun üzərinə gələcək 4 kilobayt. Bu da nə qədər edəcək? 256, demək 260 yazaq da bundan toplayanda. 260 üstə gəlsin 2048-ə. Bu da olacaq demək nə qədər? 2308. 2308 B variantı doğru. Sonra Excel 2010 aşağıdakilərdən hansı xana tipi ola bilməz?
Percentage ola bilər, general ola bilər, fraction ola bilər, time ola bilər, hiperlink ola bilməz. Bir dənə bunu buradan da baxaq. Excel'dən tiplərindən baxın, bunlar var. Currency var, sonra long time var, long date var, daha doğrusu time var. Gördüğünüz gibi bunlar var ama hiperlink yoktur. Sonra Uplogo'ya ait bir sualımız var. Demək müəllimlər, bu suala baxsaq, dəyişənlər daxil edilir x, y. X-in qiyməti 0-dır. Buradan yenidən qeyd edək. Y-in qiyməti də 300-dür. Təkrarla 1000, yəni 1000 dəfə bu dövr edəcək. Və hər dəfə irəli x sağa 90 və x-i hər dəfə 15 vahid artıracaq. Və əgər hər dəfə, yəni hər dövrdə 15 vahid artırır, amma şərtimiz var. Əgər x 200-dən böyük olarsa dövrdən çıx. Əks halda hər dəfə y-dən 5 vahid çıxır. Demək müəllimlər, biz 200-dən x-in qiymətini 200-dən yuxarı bir qiymət alsaq, dövrdən çıxmış olacaq. Bunu da hesablamaq üçün baxıram ki, x-in qiyməti 0-dır. Hər dəfə də dövrün gövdəsində bu 15 vahid artır. Birinci bir Python sualı, dövr sualı işləyirik. 15 vahid artır. Yaxşı, bu 15 vahid artırsa biz hardan biləcəyik ki, məsəl üçün dayanma neçə dövrdə? Demək bizə birinci nə lazımdır? Dövr sayını tapmaq. Dövr sayı ona bir k deyəcəm. Demək sıfırın üzərinə, bu sıfırdan başlayır. Neçə dəfə 15 gəlməliyəm? H dəfə 15 gəlməliyəm. Ən kiçik ilə 200-ü götürürəm. Məsəl üçün 200 böyükdür 200-dən. Yenə daha doğrusu 200-dən yuxarı bir ədəd olsa, nəticədə dövrdən çıxmış olacaq. Çünki x 200-dən böyüksə dövrdən çıx icra olunacaq. Demək bunu yazıram bərabərdir 200-ə. Düzdürmü? Buradan 15k bərabərdir demək 200-ə. Ehtiyac yoxdur. Yəni 200-ü bölək 15-ə nə qədər eləyəcək? Təxminən 13-ü aşacaq da. 13 tam deyək ki, 10-da 3. Düzdürmü? 13-ü aşdısa artıq k 10-dur. Demək dövr sayı 14-ə bərabər olacaq. Həqiqətən yoxlasaq, sıfırın üzərinə 14 dəfə 15 gəlsək, nəyə bərabər olacaq? 14-ü 15-ə vuranda 14 196-dırsa, demək 210 olacaq. 210. Həqiqətən x 210 qiymətində deyəcək 210 böyükdür 200-dən. Hə deyəcək, dövrdən çıxmış olacaq. Demək, x-in ən sonuncu qiyməti olacaq 210. Bunu hardan tapdıq? Bir daha vurğulayıram. Biz 1000 dənə burada dövr. Bunu tapmaq üçün, yəni 1000 dənə dövr deyəndə hansı dövrdə dayanacağına baxırıq. Təkrarla 1000 dəfə, amma şərtimiz var axı dövr daxilində. Biz burada birinci dövrün sayını tapmalıyıq. Niyə dövrün sayını? Çünki görün x-in üzərinə neçə dəfə 15 gələndə nəhayət 200-dən böyük olacaq və biz dövrdən çıxacaq. 14-cü dövrdə artıq 210 olacaq və deyəcək ki, 210 böyükdür 200-dən, hə deyib dövrdən çıxacaq. Bəs əks haldaya neçə? Çünki nəticədə y-in sonuncu qiymətində x-in sonuncu qiymətinin fərqi tapılmalıdır. Bəs əks haldaya neçə dəfə düşəcək? 14-cüdə dövrdən çıxıramsa, 14-cü dövr əks haldaya aid olmayacaq. Artıq 210 alıram, axı 210 böyükdür 200-dən. Hə deyib dövrdən çıxıram, əks haldaya düşmürəm. Demək dövr sayından bir vahid kiçik olacaq. O zaman 300-dən də y-in qiymətini tapanda 300-dən 13 dəfə 5 çıxmış olacaq. Aydındır bu nəyə görə bu şəkildə yazdıq. Demək, bu da nə qədər edəcək? 235. Y-in də sonuncu qiyməti olacaq 235. Demək, x üçün alırıq 210. Bir daha üzərindən keçəcəm. Y üçün də alırıq 235. Və bizdən deyir ki, y çıxılsın x-i tap. 235-dən çıxırıq 210-u, bu da bərabər olur 25-ə. Cavab da olur A variantı. Bir daha vurğulayıram. Burada dövr sayını tapırıq və x-in ən sonuncu qiymətinin y-in də ən sonuncu qiyməti tapılmalıdır. Niyə 13 dövr götürdü? Çünki 14-cü dövrdə artıq biz şərtə hə deyib çıxırıq dövrdə. 14-cü dövrdə çıxırıqsa əks haldaya düşmürük də. 14-cü dövr əks haldaya aid deyil. Demək 13 dənə dövr aiddir. Burada da nə baş verir? Y bərabərdir, y-dən 5 çıxırıq. Yəni 13 dəfə, 300-dən 13 dəfə 5 çıxırıq, bu da olur 235. İkisinin də fərqi olacaq 25. Belə maraqlı sual. Nəhayət 40-cı sualımıza gəldik.
Demək, 40-cı sualımıza görək. Nədir? Demək, burada qeyd olunur ki, 129 səhifədən ibarət kitabın ilk səhifəsində 1024-512 pikseldən ibarət 256 renk çalarına malik qrafik təsvir, digər səhifələrin hər birində orta hesabla 32 sətir və hər sətirdə 64 simvol var. Unicode'da yığılmış bu kitabın yaddaşda neçə kilobayt yer tutur? Yəni, V sənəd nədən ibarətdir? V qrafik, yəni qrafik faylların həcmindən və simvolların həcmindən. Yəni, bunların həcmlərin cəmi bərabərdir sənədin həcmlərinə. V simvollar. Demək, biz birinci V qrafiki tapacağız. Qrafik, yəni şəkil. V simvolu tapacaq və sonra cəmləyib sənədin həcmini tapmış olacaq. Demək, V şəkil üçün tapsaq, bir dənə səhifəsində 129-un bir dənəsində bir səhifə üçün vurulsun 2 üstündə 10, vurulsun 2 üstündə 9 və renk çaları nə qədərdir? L bərabərdir 256-ya, bu da 2 üstündə 8, N də bərabərdir 8 bit. Düzdürmü? Demək, bunu da yaza bilərik 2 üstündə 3. İndi kilobaytı da çevirəndə bunu bölməliyik 2 üstündə 13. Bu 2 üstü 10, 2 üstü 3 ilə 2 üstü 13-ləri getdi. Yerdə qaldı 2 üstü 9, bu da oldu 512 kilobayt. Bu V qrafikin, yəni V şəkil yazdım və qrafik şəkil fərq etməz. İndi burada V simvolların həcmini tapsaq, nə qədər etmiş olacaq? 129-dan bir dənə səhifədə qrafik fayl var idi. Demək, qalanda nə olacaq? 128 qaldı. 128-də yazacaq 2 üstündə 7. Sonra, demək, 2 üstündə 5 sətirdir. 32 üstü 5 yazdıq. 64 simvol, 64 simvolumuz da 2 üstündə 6. Unicode'da da dediyinə görə 2 bayt. Bunu baytla yazıram və bunu da kilobayta çevirəndə 2 üstü 10-a böləcəyik. 2 üstü 10-a böləndə bunlar da burada 2 üstü 11-dir. Bu 2 qaldı. 2 üstündə 9. Burada 1, 2, burada da 1, 2. 2 üstü 7 ilə 2 üstü 9 olacaq. O da elə 512 kilobayt olmuş olacaq. Və sənəd dediyinə görə və sənədin həcmi bərabər olacaq 512 kilobayt. Üstə gəlsin 512 kilobayt bərabərdir 1024 kilobayt. Bu da olacaq C variantı və 40 sualda yekunlaşdırılır. Hər birinizə müəllimlər sabahki imtahanda uğurlar diləyirəm. İnşallah nəticələriniz ürək açan olar, yaxşı olar. Bunlar da sizə kiçik bir köməklikdir. İmtahanda Allah yolunuzu açıq eləsin. Sağ olun.